Deməli, aliment qadını varlandırırmı? Tez-tez belə şikayətlər eşidirik ki, bəs qadınlar aliment alırlar varlanmaq üçün, nə bilim, biri deyir, özünə ev alacaq, torpaq alacaq, mən niyə ona aliment verim, belə söz-söhbətləri tez-tez eşidirik. Əvvəla qeyd edim ki, bu tez-tez eşitdiyimiz bu deyingənliklər uşağa görə aliment, uşağın saxlanmasına görə alimentdir. Yəni, Azərbaycan qanunvericiliyində ər-arvadın, hətta digər bəzi yaxın qohumların aliment hüququ olsa da, yəni, onun üçün müəyyən şərtlər var, amma söz-söhbətlər buna görə deyil. Məsələn, qadın heç özü üçün aliment tələb etmir. Məsələn, mənim indiyə qədər hardasa 1000-ə yaxın belə şəxsə hüquqi yardım göstərmişəm, bəlkə də daha çox. Və bir şəxs görməmişəm ki, hər hansısa bir qadın özünə görə aliment tələb etsin, ancaq uşağın saxlanmasına görə aliment tələb edirlər. Yəni, bu uşağın saxlanmasına görə aliment tələb etmək məsələsi, belə deyim, yəni, digər alimentdən fərqlidir. Bu, uşağın özünə görə olan bir, uşağa görə olan alimentdir və bu, uşağın mənafeyi nəzərə alınaraq təyin edilən alimentdir. Deməli, ailə məzəlləsinə görə uşağı saxlamaq valideynin borcudur. Nikah dövründə valideyn uşaq aliment miqdarı nə qədər vəsait xərcləmirmi? Yəni, maraqlıdır ki, nikah dövründə minimum, adətən, belə deyim, aliment ödəyən şəxslərin, aliment ödəməli olan şəxslərin gəlirləri kifayət etmir və yaxud da müntəzəm olmur. Bu halda sabit pul miqdarında aliment təyin edirlər və bu da, belə deyim, uşaqlar üçün, adətən, uşaqlar üçün yaşayış minimumuna uyğun məbləğ təyin edilir və maraqlı sual yaranır ki, bu alimenti vermək istəməyən valideyn, yəni aliment tələb etməmişdən belə uşağına bu qədər məbləği xərcləmirdimi, yəni yaxşı vəziyyətdə də xərcləmirdimi, çox maraqlı məsələdir. Yəni, ola bilər ki, təbii ki, şəxslərin hər hansısa, belə deyim, imkanları olmaz, amma bu, yenə deyirəm, qadının və yaxud da uşağın səhvi deyil, onların problemi deyil. Burada iqtisadi vəziyyətin hər bir halda sizə pis təsir olduğu kimi onlara da mənfi təsirləri var və uşaq yaşamalıdır, belə deyim. Uşaq yaşamalıdır. Deməli, aliment hansı halda sabit pul miqdarında təyin edilir? Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı 1. Qeyri-müntəzəm, 2. Dəyişən olarsa, 3. Qazancın hamısını və ya bir hissəsini həmin valideynin natura və ya xarici valideyn ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, ha belə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Yəni, Ailə Məcəlləsinin 76-cı maddəsi bunu deyir. Bəs aliment əsas məsələlərdən biri də belə bir tez-tez xəbərlərdə görmək olur, bəzi saytlarda deyir ki, alimentin miqdarı artdı, Əslində, artan alimentin miqdarı deyil, yaşayış uşaqlara görə, ümumiyyətlə, yaşayış minimumu hər il dəyişə bilir. Bu da iqtisadi vəziyyətin dəyişməsi ilə əlaqədar olur və hər il, belə deyim, yaşayış minimumu miqdarı dəyişdirilə bilir, yəni adətən artır. Bunun səbəbləri var, artmağın səbəbi, belə deyim, yaşayış minimumu istehlak səbətinə görə müəyyən edilir. Burada istehlak səbətində isə Nazirlər Kabinetinin qərarına müəyyən edilir və bu istehlak səbətində minimum hər bir lazımi, belə deyim, qida olsun, qeyri-qida məhsullar olsun və xidmətlər olsun, bu minimum miqdarda müəyyən edilir. O məbləğ hardasa, belə deyim, uşağın acından ölməməsi üçün kifayət edə bilən bir məbləğ ola bilər ancaq. Yəni, belə deyim, burada əslində hardasa 2016-cı ildə belə bir mübahisə olmuşdu ki, bəs yaşayış minimumunun artırılması, yaşayış minimumu artdıqda bunun alimentə təsir etməsi
aliment ödəməli olan şəxsi işləməyə məcbur etməyə və yaxud da əlavə qazanc qazanmağa məcbur etməyə yönəlmirmi? Konstitusiya Məhkəməsinin bununla bağlı qərarı var. Qərarda əsas məsələ uşaq hüquqları haqqında qanuna istinadən Konstitusiya Məhkəməsi deyir ki, belə deyim, qanunun 13-cü maddəsində deyilir ki, uşaq, yəni minimum miqdarda, belə deyim, yaşayış, üzr istəyirəm, kəsək buranı. Uşaq hüquqları haqqında qanunun 13-cü maddəsini mütləq nəzərə almalıdırlar məhkəmələr təyin edərkən. Yəni, burada iki məsələ var, həm yaşayış minimumu, həm də uşaq hüquqları haqqında qanun. Məhkəmə burada, Konstitusiya Məhkəməsi burada uşaq hüquqları haqqında qanunun 13-cü maddəsinə istinad edir. Uşaq hüquqları haqqında qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunverici ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yəni, məhkəmələr əsasən bu qanunu nəzərə alırlar və təbii ki, Konstitusiya Məhkəməsinin qərarını da nəzərə alırlar və burada aliment təyin edilərkən təbii ki, bütün digər hallar da, diqqətə layiq hallar da nəzərə alınır. Uşağın əvvəlki təminat səviyyəsi olsun, valideynin, hətta aliment ödəməli olan şəxsin vəziyyəti olsun, onun digər uşaqlarının olub-olmaması, digər başqa nicahlardan uşaqlarının olmaması nəzərə alınır. Amma dediyim kimi, burada əsas məsələ uşağın mənafeyi var və uşaq hüquqları haqqında qanunun 13-cü maddəsi əsas götürülür. Yəni, nə qədər, belə deyim, bütün bu diqqətə layiq hallar nəzərə alındıqdan sonra o minimum miqdar təyin edilir. Yəni, yaşayış minimumu təyin edilir və bu ən az, belə deyim, məbləğdir aliment üçün. Ona görə, belə deyim, bu məbləğ əsla qadınları varlandıra bilməz.